Azərbaycanla Polşanı müqayisə etdiyimiz bu seriyamızda bugünkü mövzumuz parkinqlər olacaq. Hər iki ölkədə də, nəinki hər iki ölkədə, ümumi bütün dünyada bu problem aktualdır və hər zaman da aktual olacaq. Lakin apardığım müşahidələr əsasında onu deyə bilərəm ki, Polşada insanlar bu problemə görə kiçik şəhər maşınlarından istifadə edir. Səbəb də ki, küçələrin dar olmağı, parking yerlərinin dar olmağı, məhdud olmağı, evlərin çox sıx olmağı, maşın sayının deyərdim ki, insan sayından artıq olmağı və bu tip digər məsələlərə görə insanlar çox əziyyət çəkir parking məsələlərinə görə. Azərbaycanda da deyərdim ki, vəziyyət bir o qədər fərqli deyil. Ona görə nə Azərbaycana, nə Polşaya mən bir xal verəcəm. Hər iki ölkədə də bu problem çox böyükdür deyərdim. Həll olunacaq yoxsa həll olunmayacaq, bu sual altında olan bir mövzudur, amma həll olunması bir problemə oxşamır. Polşada bununla bağlı müəyyən addımlar atılır. Böyük şəhərlərdə ili köhnə olan maşınların girişi qadağan olunur. Amma inanmıram, bu qayda qanun bu problem üçün bir həll yolu olsun. Yenə də problem olaraq qalır.